Salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə testlərimiz riyaziyyatdan 10 sualdan ibarətdir. Yəni bu sualları özüm hazırlamışam ki, YouTube'da paylaşım, şagirdlər faydalansın. Bilirik ki, yəni 4-cü siniflər daha çox baxsın. Niyə? Çünki 4-cü siniflər bu monitoring imtahanı verəcək. Ola bilsin ki, yəni qarşınıza bu tipdə suallar düşə bilər. Vaxt itirmədən suallarımıza başlaya bilərik. Deməli, birinci sualımız belədir ki, deyir, oğlan pilləkənləri 2-2 çıxıb, üst düşdü. O çıxıb düşməyə cəmi 70 addım atmışsa, pilləkənin neçə pilləsi var? Deməli, bu tipdə sualları nə edirik? Baxın, 2-2 çıxıb, üst düşürsə. Deməli, 2 və 3-ü toplayırıq. 2 üzərinə 3-ü gəlirəm. Edir neçə? Edir 5. Topladım və cəmi ümumi neçə addım atmışdı? Cəmi, baxın, 70 addım atmışdı. 70-i bölürəm 5-ə. 70-i böldüm 5-ə. Etdi neçə? 1, 14. Tapdım 14. Və bu 14-ü nə edirəm? Bu 14-ü vururam, çıxıb düşmənin hasilinə. Neçə çıxırdı? 2-2 çıxırdı. Neçə düşürdü? 300 düşürdü. Yəni bu 14-ü vuracam 2-yə, vuracam 3-ə. Bu da edəcək 28. 28-i də 3-ə vuradı. 84. Yəni 84. Doğru variantımız hansı variant oldu? B variantı. 84. Deməli, nə elədim? Bir də üstünə izah verirəm. 2-2 çıxıb 300 düşürdü. 2 və 3-ün cəmini topladım. Etdi 5. Və ümumi cəmi neçə addım atmışdı? 70 addım atmışdı. 70-i böldüm 5-ə etdi 14. 14-də vururam bunların hasilində. Yəni 2-2 çıxıb 300 düşürdü. Bunların hasilində bu da etdi 84. Doğru variantımız hansı variant? B variantı. Növbəti sualımız. Növbəti sualımız belədir ki, deyir, hansı ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırsaq artar. Yüzlüyə qədər yuvarlaqlaşdıranda, baxın, təklik, onluq, yüzlük. Biri sağdan başlayır. Yəni 6-ya, burada 0, burada 9-u, burada da 1-i. Yəni yuvarlaqlaşdırsaq artar deyir. Baxın, burada ehtiyatlı olmaq lazımdır, artar. Deməli, bunu yuvarlaqlaşdıranda, 3636-nı yuvarlaqlaşdıranda bu artır, yoxsa azalır? 100-yə qədər yuvarlaqlaşdıranda 6-dan sonra 3 gəlib, yəni 6 olduğu kimi qalacaq, digərləri 0 olacaq. Yəni bu olacaq neçə? Buradan yazım. 3600 olacaq. Artdı? Xeyr, artmadı. Əksinə azaldı. Burada 3636 idi, burada oldu yuvarlaqlaşdıranda 3600. İkincisində olacaq, neçə yuvarlaqlaşdıranda olur? 7000. 7000 oldu. Artdı? Xeyr, artmadı. Üçüncüsündə, yəni C variantında 9947 yuvarlaqlaşdıranda neçə olacaq? Olacaq 9900. 9900. 9900. Bu da artmadı. Amma baxın D variantı doğru variant. Niyə? Çünki 1-dən sonra 5 gəlib. 1-dən sonra əgər ədəddən sonra 5, 6, 7, 8, 9 gələrsə ədəd 1 vardı artır və digərlər 0 olur. Yəni bu da olacaq yuvarlaqlaşdıranda. Deməli 2200. Artdı? Bəli, əlbəttə artdı. Deməli, doğru variant D variantı. Növbəti sualımız belədir ki, növbəti sualımız. İlbis hündürlüyü 46 metr olan dirək üzərində hər gün 6 metr yuxarı qalxır, 2 metr aşağı enir. İlbis neçə günə dirəyin sonuna çatar? Deməli, burada nə enirik? Deməli, burada hündürlüyümüz, baxın, bunun düsturu vardı. Necə idi? Bir də bunu qeyd edək. Aha. Deməli, bunun düsturu var idi. Hündürlük çıxılsın emmə. Kəsir xəttə bölmə deməkdə bilirik. Bölünsün, qalxma, çıx, emmə. Və bu düstura əsasən başlayırıq hesablamağa. Bu nə deməkdir? Hündürlük neçədir? Hündürlük 46-dır, düzdürmü? Deməli, düstur yadımızda qaldı. Hündürlük çıx emmə, bölünsün, qalxma, çıx emmə. Və indi başlayırıq. Hündürlük neçə idi? 46. 46 çıxılsın emmə neçə idi? Neçə inirdi? 2 metr. 2. Bölünsün, qalxma neçə idi? 6. Çıxılsın 2. Yəni, baxın, hündürlüyü üzərini lap yazıram. Yazıram, hündürlüyü çıxılsın emmə. Bölünsün, qalxma, çıxılsın emmə. Gördünüz, yazdım üzərinə. Yəni, 46-dan 2-sini çıxdım. Neçə qaldı? Qaldı burada. 46-dan 2-sini çıxanda 44.
Məxrəcdən neçə qaldı? 6-dan da 2-sini çıxanda 4. 44-də 4-ə bölən neçə edir? 11. Deməli biz neçə günə çıxar? 11. D variantı. Neçə günə? Dirəyin sonuna çatar? 11 günə. Növbəti sualımız, yəni 4-cü sualımız belədir ki, hər biri özündən əvvəlkindən 5 vaid böyük olan 3 ədədin cəmi 75-dir. Böyük ədədin 3 mislini tapın. Gəlin bu 3 ədədin cəmi 75-dir. Bu nöqtəyə qədər yazaq, sonrasını ayrı hesablayarıq. Deməli, hər biri özündən əvvəlkindən 5 vaid böyük olan 3 ədədin. Deməli, biri x-dir. 3 dənə ədədim var. Biri x üzərinə 5-dir. Deyir, hər biri özündən 5 vaid böyük olan. Digər neçədir? X üzərinə 10-dur. Niyə bu cür yazdım? Çünki şərtdə deyir. Hər biri özündən əvvəlkindən 5 vaid böyük olan. Və indi başlayıram bunları hesablamağa. X neçə x edir? Deməli edir 3x üzərinə gəlinsin 10 üstə 5 15 bərabərdir. Cəmi deyir neçə edirdi? 75. 75-ə. Və buradan da indi nəyi tapıram? 75. Buradan da başlayıram x tapmağa. Deməli 3x bərabərdir. 75-dən 15-in çıxıram 60. 3x bərabər 63-ə bölürəm eləyir 20. İndi mən burada qısa yazıram. X bərabərdir 20. Cavabı tapdım 20. Xeyr, cavabı tapmadım. X-i tapdım 20. İndi ardın oxuyuram. Deyir böyük ədədin 3 mislini tapın. X 20-dirsə gətirib burada yerinə qoyuram. Baxın. Gətirib burada yerinə qoyuram. Deməli burada x 20-dir. Baxın. Bir ədədim budur. İkinci ədədim budur. Üçüncü ədədim də budur. Və böyük ədəd istəyir. Böyük ədəddə baxın x üzərinə 10-dur. Deməli x 20 tapdımsa gətirib böyük ədədin deyir. Bura. X üzərinə 10, yəni bura. Deməli neçə böyük ədəd neçə oldu? 20 üzərinə 10 gəldim 30. İndi deyir ki, böyük ədədin 3 mislini tapın. Yəni 30-un da 3 misli nə deməkdir? Vurma. 30-u 3-ə vururam. Eləyir neçə? 90. Doğru variant D variantı. D variantı. Növbəti sualımız. 5-ci sual. Deyir ki, hər birində eyni sayda olmaqla 5 qutuda 90 şar var. 12 belə qutuda neçə şar vardır? Deməli, eyni sayda olmaqla 5 qutuda 90 şar varsa, gəlin bir qutunu tapaq. 90-ı bölürəm neçəyə? 90-ı bölürəm 5-ə. Deməli, 1, 5-in 5, 40-ı 5-ə bölündə 18. Düzdürmü? 18. İndi 12 belə qutuda neçə şar var? 18-i də vururam 12-yə. Neçə şar olar cəmi? Deməli, bu da eləyir 216. Doğru variantımız D variantı. Növbəti sualımızda deyir, aşağıdakılardan hansı yanlışdır? Yəni səhvdir, səhv istəyir bizdən. 120 saat bərabərdir 5 gün. Deməli, mən bilirəm ki, bir günüm neçə saatdır? Bir gün 24 saatdır. 24-ü vururam 5-ə, baxın 5-i vururam 24-ə. Edir neçə? 5-i vurdum 24-ə, etdi 120, bəli, doğrudur. Yəni, bu bizdən yanlışlar istəyir, bu doğrudur. Üstə gəlmə qoydum, bu doğrudur. İkincisində 36-a 3 ildir. Deməli, 1 il 12 aydısa, 3 il nə qədədir? 12-ni vururam 3-ə, eləyir 36. Bəli, bu da doğrudur. 63 gün 9 həftədir. Deməli, bir həftə 7 gündürsə, 9-u vururam 7-yə, 63 gün. Bəli, bu da doğrudur. Üstə gəlmə qoyuram. Amma bu D variantı yanlışdır. Niyə? Baxın. Deyir ki, 5 saat 30 dəqiqə bərabər 350 dəqiqədir. Deməli, mən bilirəm ki, 1 saat 60 dəqiqədir. 5 saat nə qədər eləyir? 5-i vururam 60-a, eləyir 300 dəqiqə. 300 dəqiqə. Və burada dəqiqədə var axı 30 dəqiqə. Üzərinə də 30 gəlirəm, nə qədər eləyir? 330 dəqiqə. Amma bizə nə deyə yazıb bura? 350 dəqiqə. Deməli, yanlış olan D variantı. Növbəti sualımız belədir ki, x üzərinə 15 vur 2 bərabər 75 çıx x. Tənliyində x-in rəqəmləri hasilini. Hələ rəqəmləri hasilini tapmayaq. Gəlin burada hələ x-i tapaq sonra. Deməli, burada biz bu tənliyi necə yaza bilərik? Baxın, elə gəlin bunu sadələşdirək. 15-i 2-yə vuranda neçə olar? 30. Deməli, bura oldu neçə? 30. 75-dən 2-sini çıxanda neçə olur? 75-dən 2 73. Gəlin bunu belə yazaq. Yəni, x üzərinə sadələşdirirəm də 15-i 2-yə vurdum 30 kimi yazdım. 30.
bərabərdir. 75-dən 2-sini çıxanda neçə qaldı? 73. 73. Gördünüz? Bu tənlidir. Şərtdəyi tənliyi baxın sadələşdirdim. 15 vur 2-ni 30 kimi yazdım. 75-dən 2-sini çıxanda 73 qalır. Bunu da bu cür yazdım. Və indi burada x-i tapmaq istəyirəm. X bərabərdir. 73-dən çıxıram nəyin? 73-dən çıxıram 30-un. 30'umuz necə oldu? Böyük oldu. 30'un. X də bərabərdir 43. 43. İndi bizdən nə istəyirdi? X-in rəqəmləri hasili. X-i neçə tapdım? X-i tapdım. X-i tapdım neçə? X-i tapdım 43. İndi bu rəqəmlər hasili nə deməkdir? Yəni 4 vur 3. 4-ü neçə eləyir? 12. Doğru variantımız A variantı. Növbəti sualımız. Deyir ki 8-ci sualımız. Çevrənin diametri 24 santimetrdir. Baxın bir dənə çevrəm var. Buradan yazıram rahat şəkildə. Deməli bir dənə baxın çevrəm var. Bir də çevrəyə oxşamadı. Amma hesab edək ki çevrədir. Çevrənin diametri 24-dür. Baxın diametr. Mərkəzdən keçir 2 nöqtəsini belə deyim. Birləşdirir. Çevrənin diametri 24-dür. İndi bunun radiusu neçədir? Buradan buraya da 24-dürsə radius diametrin yarısına bərabərdir. Radius bərabərdir 12. Düzdürmü? Radiusu tapdım. 12. Bu çevrənin deyir radiusu. Tapdım 12. 12. İndi nə deyir? Görək ardına. Kvadratın deyir ki, bu çevrənin radiusu, yəni bu 12. Kvadratın perimetri olarsa. Bir dənə də kvadrat var. Deyir ki, bu çevrənin radiusu. Radiusu tapdım 12. Bu kvadratın perimetridir. Yəni perimetri 12'dir. İndi deyir, bu kvadratın sahəsini istəyir. Gəlin bu kvadratın birinci tərəfini tapaq. Deməli, kvadratın perimetri 12'dirsə, tərəflər neçədir? 12 bölürəm 4'ə, 4 tərəf bir-birinə bərabərdir. Olur neçə? 3. Deməli, bu kvadratın tərəfləri neçə oldu? 3. Burada 3'dür, burada 3'dür. Bütün tərəflər bərabərdir. 3'dür. Hər biri oldu 3. Və indi sahəsini tapanda nə edirdim? N uzunluğuna vururdum. Yəni, S bərabərdir 3 vur 3 bərabər 9. Doğru variantım 9 olan variant var. Bəli, B variantı. B variantı. Bunu bir də izah edirəm. Deməli, çevrənin diametri 24 santimetrdir. 24. Bu çevrənin radiusu. Diametri 24-dürsə, radius diametri yarısına bərabərdir. Yəni 12'dir. Və deyir ki, bu radius, yəni 12, hər hansı bir kvadrat var, onun perimetridir. Kvadratın perimetri elə bilin 12. Tərəfin tabanda nə edirəm? 12'ni bölürəm 4'ə. Çünki 4 tərəf bir-birinə bərabər olur. Olur 3. Və indi sahəsini istəyir. 12'ni böldüm 4'ə elədi 3. Sahə nəyin? En uzununa vurmaq. Yəni 3'ü də vururum. 9. Əgər kimsə bu sualların hansınsa izahatın belə videoda şəklində başa düşmürsə, indi onlar da videoda tam görsənməz və yaxud kimsə başa düşməz. Yəni şəxsi də yazın, narahat olmayın. İzah şəklində ataram. 5 müxtəlif 2 rəqəmli cüt ədədin cəmi ən çox neçə olar? Baxın, 5 müxtəlif 2 rəqəmli cüt ədədin cəmi ən çox deyirsə, mən başlayarım ən böyük cüt ədəddən. Ən böyük cüt ədəd hansıdır? 98. İkincisi neçə olar? 90. 96. Üçüncüsü neçə olar? 94. Dördüncüsü neçə olar? 92 və bu da 90. 5'ten oldu. Bəli, 5'ten oldu. Cütdür. Bəli, cütdür. Bunların cəmi ən çox neçə olar deyirsə, başlayıram bunları toplamağa. 98 üzərinə 96, üzərinə 94, üzərinə 92, üzərinə 90 gəlirəm. Bu da eləyir. Hesablayayım. Deməli 10, 18, 20, 0, 2 hatta 1, 2, 3, 4, 5, 5, 9'un 45, 46, 47. 470. 470. Doğru variant D variantı. 10-cu sualımız. 10-cu sualımız belədir ki, ədədi 18'ə böldükdə alına bilən ən böyük qalıq. Yadınızda qalsın, ədədi 18'ə böldükdə alına bilən ən böyük qalıq ədəddən bir vahid kiçik olur. Yəni 17-də. İndi tutaq ki, belə bir sual verirəm. Ədədi 5'ə böldükdə alına bilən ən böyük qalıq 404. Ədəd 4'ə böldükdə alına bilən ən böyük qalıq 403. Ədəddən bir vahid kiçik olur. İndi deyir, ədədi 18'ə böldükdə alına bilən ən böyük qalıq 17'də. Qalığı 5'ə böldükdə neçə edər? 17'ni də 5'ə böləndə neçə edir? Qalığı istəyir. 5'ə böldükdə qalıq neçə edər? Deməlidir 3, 5'in 15. Qalıq neçə etdi? 2.
Doğru variantımız D variantı. Deməli bu günlük izahatımız bu qədər. Kimsə hər hansısa şagird ola bilər də indi videoda başa düşməz və yaxud səslə başa düşməz. Yəni yazın, narahat olmayın. Hər birinizə şəxsi izahlar ataram. Sağ olun, salamat qalın.